Azerbaycan Radyosu'nun Kızıl Fondu. Biri varmış, biri yokmuş. biri vardı, biri yoktu. Bir kentdə balaca bir qız vardı. Anası onu çox sevirdi. Nənəsi isə anasından da artıq sevirdi. Anadan olduğu gün nənəsi qıza qırmızı papaq bağışlamışdı. O da hara getsəydi papağını başına qoyardı. Qonşular onu hər görəndə deyirdilər: "Baxın, baxın, qırmızı papaq gəlir." Bir dəfə ana tab pişirdi, qızını çağırdı. "Qırmızı papaq, get nənənin yanına. Bu kitabları bir küpə yağı ona apar. Özü də gör necədir, sağ-salamattırmı?" Qız hazırlaşıb nənəsigilə yollandı. Birdən meşədə boz buğda rast gəldi. Qurd istədi onu yesin, amma cürət etmədi. Çünki meşənin o başında odunçular işləyirdi. Qurd dodaqlarını yalaya-yalaya qıza yanaşdı. Hara gelirsən, ay qırmızı papaq? Nənəmgilə, ona kitab aparıram, yağ aparıram. Nənən uzaqda olur. Odur bax, dəyirmanın dalındakı kənddə. Yaxşı, elə mən də nənənə baş çəkmək istəyirəm. Gəl hərəmiz bir yolla gedək. Görək hansımız tez çatarıq. Yaxşı. Qurd kəsə yolla getməyə qərar aldı. Qırmızı papaq isə uzaq yolu seçdi. O arxayın gedir, ara bir dayanıb çiçək yığır, dəstə bağlayırdı. Buna görə də qurd nənənin evinə ondan tez çatdı. Qapını döydü. "Kimsən?" Mənəm, nəvən, qırmızı papağım. Qonaq gəlmişəm. Sənə qutab gətirmişəm, yağ gətirmişəm. Nənə xəstə idi, yataqdan qalxa bilmirdi. Nəvəsinin səsini eşidib çox şad oldu. "Xoş gəlmisən əziz balam. Ancaq mən xəstəyəm, qapını aça bilmirəm. Sən özün ipi dart, qapı açılar." Qurd elə də etdi. O çox ac idi. 3 gündür dilinə bir şey dəyməmişdi. Odur ki, nənənin üstünə atılıb onu uddu. Qapını bağlayıb onun yerində uzandı. Birazdan qırmızı papaq gəlib çıxdı. Qapını döydü. Kimsən? Bu nə səsdir? Yəqin nənəmə soğuq dəyib. Səsi tutulub, ona görə belə danışır. Mənəm, nəvənəm. Sənə kitab gətirmişəm, yağ gətirmişəm. Onda iti dart, qapı açılsın. Qırmızı papaq içəri keçdi. Qurd başını yorğanın altında gizlətdi. Mənim göyşək qızım, qutabları qoy stolun üstünə. Özün də gəl, yanımda uzan. Yəqin yorulmusan. Yaxşı nənəcan. Ay nənə, sənin əllərin niyə belə iridir? Səni ucalamaq üçün. Ay nənə, qulaqların niyə iridir? Səni yaxşı eşitmək üçün. Bəs gözlərin, axı onlar da iridir. Gözlərim niyə iridir? Səni yaxşı görmək üçün. Nənə, bəs dişlərin niyə iridir? Hə, səni tez yemək üçün. Qırmızı papaq nəfəsini çəkməyə macal tapmamış, boz qurd onu uddu. Yaxşı ki, bu vaxt odunçular evin yanından keçirdilər. Baltaları da çiyinlərində idi. Onlar səs-küyü eşidib evə gəldilər. Boz qurdu öldürdülər. Sonra da qarnını yarıb
Kırmızı papaqla nənəni çıxartdılar. Vallahi. İndi də sizin üçün tülkü və qurd nağılını danışacağıq. Biri vardı, biri yoktu. Baba ile nene vardı. Bir gün baba dedi. Ay qarı, sən qutab pişir, mən də xizəyi qoşum, balıq tutmağa gedim. Baba xizək dolusu balıq tutub evə qayıtdı. Gördü ki, yolda tülkü uzanıb. O xizəkdən düşüb tülküyə yaxınlaşdı. Tülkü tərpənmir, ölü kimi yatırdı. Ah, bu qarının kürkünə yaxşı yaxalıqdır. Baba tülkünü xizəyə qoyub yola düşdü. Tülkü balıqları bir-bir yerə atdı. Özü də yavaşca xizəkdən düşdü. Baba evə gəlib qarını səslədi. Ay qarı, ay qarı, sənin kürkün üçün gör nə yaxşı yaxalıq gətirmişəm. Qarı xizəyə yaxınlaşdı. Gördü ki, nə yaxalıq var, nə də balıq. Qocanı danlamağa başladı. Məni ələ salmısan? Baba başa düşdü ki, tülkü ölü deyilmiş. O bir qədər heyfsləndi. Ancaq heç bir çarə tapa bilmədi. Bu vaxt tülkü bütün balıqları yolun ortasına yığıb yeməyə başladı. Qurd onun yanına gəldi. Salam kirvə, nuş olsun. Salam. Mən öz malımı yeyirəm. Sən uzaqda dur, uzaqda dur. Balıqdan mənə də ver. Özün tut ye. Axı, mən bacarmıram. Buna baxa. Mən ki tuta bildim. Kirvə, sən get çaya, quyruğunu salla suya. Tez-tez bu sözləri de. Böyük küçük balıq gəl, böyük küçük balıq gəl. Balıqlar da gəlib yapışacaqlar quyruğuna. Nə qədər çox otursan, çox da balıq tutarsan. Qurd çaya getdi. Quyruğunu suya salıb tez-tez dedi. Böyük kiçik balıq gəl, böyük kiçik balıq gəl, böyük kiçik balıq gəl. Göydəki ulduzlar daha aydın olun. Qurdun quyruğunu dondurun. Ay kirvə, nə deyirsən? Mən sənə kömək edirəm. Mən sənə kömək edirəm. Balıqları quyruğuna tərəf quram. Qurd bütün gecəni çayın kənarında oturur. Quyruğu donub buza yapışır. Səhərə yaxın quyruğunu sudan çıxarmaq istəyəndə görür ki, yox, öz-özünə deyir. Gör, nə qədər balıq tutmuşam. Bu vaxt bir qadın suya gəlir. Qurdu görüb qışqırır. Qurd, qurd, onu öldürün. Qurd dartınır, quyruğunu çıxara bilmir. Qadın onu o qədər vurur ki, axırda quyruğu üzülüb qaçır. Oy, yaxşı kirvə, gör sənin başına nə geçirəcəm. Tülkü qurdu döyən qadının evinə gəlir. Tabaqda yoğrulmuş xəmirdən yeyir, başına da yaxır. Yolda uzanıb hıqqıldamağa başlayır. Elə bu vaxt qurd onun yanına gəlir. Kirvə, sən belə balıq tutmaq öyrədirsənmiş.
Gör məni necə əzişdiriblər. Akira, quyruğun yoxsa daha başın səlamətdir. Mənim başımı yarıblar, bax, beynim görünür, güclü yeriyəm. Ay kirvə, sən doğru deyirsən. Heç yeriyə bilmirsən. Min dalıma səni aparım. Tülkü qurdun dalına minir. Yavaşdan oxumağa başlayır. Ay kirvə, nə danışırsan? Akirəm, sənin üçün ağrıdıma soxuyram. Deyil, mən dalından Radyomuzun Qızıl Fondundan səsləndirdiyimiz nağıl 1964-cü ildə lentə alınıb.